Salam qızlar, hər kəs kanalımda salamlayıram. Mən video çəkməyə başladığım gündən bu günə kimi ən çox istək alan videolardan biri mənim parfümlərim haqqında olan videoydu. Xanımlar çox istəyirdilər bu videoları. Əgər mən parfümlərin hamısı haqqında video çəksəm, gərək siz 1 saat oturub bu videoya baxasınız. Ona görə mən nə etdim? Böldüm bir neçə etapa. Bu videonu yay parfümlərim haqqında olacaq. Sonra istəyirsənizsə, bəyənsəniz bu videonu gecə istifadə etdiyim, yəni hər hansısa bir doğum günlərinə, ad günlərinə, toylara və ziyafət günlərinə istifadə etdiyim parfümlər haqqında video çəkəcəm. Çox məşhur bir sualı da cavablandırmaq istəyirəm. Xanımlar çox vaxt soruşurlar ki, siz parfümləri hardan alırsınız? Azərbaycanda parfüm satan dükanlarla, məşhur dükanlar, Postbaku, İdeal və Sabinadan alırsınızmı və onların originallığına, keyfiyyətinə inanırsınızmı? Bu suala belə cavablandırım. Bəli, elə parfümlər var ki, onları mən məhz Azərbaycanda yerləşən Postbakudan aldıqlarım olub, İdeal və Sabinadan da almışam. Daha çox Sabinaya üstünlük verirəm. Və duty free-dən, xarici ölkələrdə Sephoradan aldığım parfümlər də var. Deməzdim ki, bu parfümlər öz-özlüyündə bir-birlərindən fərqlənirlər. Xeyr, sadəcə olaraq parfüm alanda bu nüansa fikir vermək lazımdır ki, bu eau de parfüm yoxsa eau de tualetdir. Yəni bunun tərkibində, bu məhsulun tərkibində parfüm neçə faiz təşkil edir? Əlbəttə ki, parfümlər daha çox faiz təşkil edirsə, o sizdə daha çox qalacaq ətri. Bundan başqa, insanın özündən də asılıdır. Məsələn, elə parfüm var ki, mənim üzərimdə çox az qalır, elə parfüm var ki, eyni parfüm rəfiqəmin üzərində daha çox qalır, nəinki məndə və yaxud da əksinə. Parfümlər haqqında deyəcəklərim bu qədərdir. Bəzi xanımlar daha çox niş parfümeri sevirlər, çox bahalı parfümləri sevirlər, lakin məndə o xasiyyət yoxdur. Düzdür, yetərincə məşhur markaların, brendlərin parfümlərini sevirəm. Lakin elə, yəni, məhz gedim niş parfümləri alım, biraz daha çox bahalı parfümlər alım, xeyr, ona qaçmıram. Əgər ətri məni qane edirsə, çox sevirəmsə, mən onu rahatca ala bilərəm və başlayaq parfümlərimi, yay parfümlərimi incələməyə. Bəzi xanımlar var ki, parfümləri 2 yerə bölür, fəsillərə bölür, tünd və açığa bölür. Məndə belə bir xasiyyət yoxdur. Bəyəndiyim parfümü yayda da istifadə edə bilərəm, hansı ki, bir çoxlara rahatsızlıq gətirir. Bu deyirlər ki, bu cür ağır parfümü sən necə istifadə etmirsən yay ayında. Bu xasiyyət məndə yoxdur. Düzdür, bu mənim bəlkə də xarakterimlə bağlıdır. Lakin bəzən elə olur ki, doğrudan da yayda bezirsən ağır parfümlərdən istifadə etmək istəmirsən. Çox bəyəndiyim, çox sevdiyim bir parfüm var ki, bu mənim məqsədimdir, hər zaman alıram və bu Chanel Chance parfümlərdir. Hətta bunun bir boy böyüyü də var, hansını ki, kosmetik masamın üzərində hər zaman durur. İşə gedərkən istifadə edirəm, vururam. Kiçik boyları da var ki, mən bunları kiçik ölçülərdə olanlarını çantama qoyuram. Çox sevdiyim parfümlərdə əsasən də yay vaxtı Chanel Chance Fresh istifadə edirəm. Yaşıl rəngdədir o. Çox gözəl, çox bahalı bir ətri var. Deyərdim ki, əsl qadın ətridir. Hətta bu parfümləri vuranda siz əks cinsi nümayəndələrinə həmişə komplimentlər alacaqsınız. Çox bəyənirəm. Chanel Chance klassik formada daha tündür. Amma məncə rahatçılıqla siz onu yayda istifadə edə bilərsiniz. Hətta gecə parfümü kimi də istifadə oluna bilər. Fresh isə daha freshdir adından görsəndiyi kimi və onu yayda gündəliyə istifadə edə bilərsiniz. Çox sevirəm bu ətirləri, çox qadın ətirlərdir, əsl qadın ətirlərdir. Mən bəyəndiyim bir parfümlərdir. Parfümü hara, bədənizin hansı hissəsinə istifadə edirsiniz barədə soruşsanız, mən hər hansısa bir belə bir xasiyyətimdə yoxdur. Bəzən qolun iç tərəfindən vururlar və yaxud qulaqların arxasından vururlar və hər yerə istifadə edirəm. İkinci sevdiyim yay parfümlərindən biri də yenə də Chanel markasınındır. Chanel nömrə 5. Lakin bu daha yüngül formasıdır, klassik forması deyil. 1-2 il olar çıxır, səhv etmirəmsə. Çox gözəl ətri var, çox bahalı bir ətri var. Yəni, siz bunu istifadə etdikdə mütləq ətrafdakilərin diqqətini cəlb etmiş olacaqsınız. Çox sevirəm bu parfümü. Chanel nömrə 5 klassik formada mənim üçün çox tündür. Əlbəttə o da var. Məndə demək olar Chanelin bir çox parfümləri var, çox sevdiyim və mənim dərimdə qalacaq yeganə ətirdir. Çox sevirəm. Bu məhsulu gündəlik istifadə edirəm. Çox rahatca, mənim üçün problem deyil və məsləhət görürəm almanızı. Əgər siz də əsl qadın, ağır, gözəl, bahalı
ətir saçan parfümləri sevirsinizsə, Chanel nömrə 5-in məhz yüngül formasına nəzər yetirə bilərsiniz. Digər sevdiyim yay ətirlərindən biri də Miss Dior'dur. Bu fresh bir ətir deyil, gül ətri də deyil, meyvəli ətri də deyil. Çox şirin bir ətirdir deyərdim ki, hətta bitmək üzrədir biraz. Çox gözəl ətirdir. Chanel-ə bənzəyir, lakin daha yüngül formadadır. Məsələn, Chanel Şansla çox bənzədirəm bunların ikisini. Sadəcə olaraq Dior daha yüngül formadadır. Çox sevdiyim ətirlərdən biridir. Qalıcılığı da məni çox qane edir. Yayda istifadə edə bilərəm. Düzdür, yay fəsli üçün bunun daha yüngül formaları var. Lakin mənim sevdiyim bu klassik formada olandır. Yox, səhv etmirəmsə bu klassik formada olan deyil. Klassik formada olan daha tüddür. Bu bir daha klassik formadan bir daha sonra çıxan formasıdır. Yaşıl rəngdə olan da var, onu da almaq istəyirəm. Bəlkə aldım, istifadə etdim, bilmirəm, elə gələcək planlarıma daxil deyil. Bəlkə aldım səfərlərimin birində. Amma çox sevəcəyiniz bir ətirdir. Şirin ətirləri sevən xanımlar varsa, onlara Carolina Herrera'nın Pride ətrini məsləhət görə bilərdim. Yay üçün mən məsləhət görürəm bu ətri. Özü də olduqca şirindir. Meyvəlidir, şirindir. Çox gözəldir, insanın əhvalını dəyişəcək bir ətirdir. Qablaşdırması da çox gözəldir. Mən ümumiyyətlə ətirlərin qablaşdırmasına çox fikir verirəm. Çox sevirəm bu ətri. Əgər şirin, meyvəli tonlarda ətirləri sevirsinizsə, Carolina Herrera Pride seriyasına baxa bilərsiniz. Şirin və uyğun qiymətə tapa biləcəyiniz ətirlərin içərisində Victoria's Secret'dən bu cür kaşmir ətrini məsləhət görürəm. Jasmin və vanillidir. Mən bunu çoxdan almışam, laf çoxdan 2011-12-ci illərdə çoxdan var. Biraz qalıqda istifadə etmirəm, hərdən bir istifadə edirəm. Çox az mənim üçün önəmli bir günlərdə istifadə edirəm. Biraz qış ətri deyə bilərsiniz buna, lakin içərisindəki jasmin bunu daha çox yay fəsilli ətr edir. Çox sevirəm, çox yadda qalan bir ətri var. Bununla bağlı çox gözəl xatirələr canlanır beynimdə bu ətirlə bağlı. Təəssüf ki, Victoria's Secret bizim ölkədə yoxdur, amma duty-freelərdə və digər ölkələrdə, Türkiyənin özündə, Moskvada tapa bilərsiniz ən yaxın bizə. Çox sevirəm bu ətri, məsləhət görürəm. Sınaqdan keçirin, əminəm ki, bəyənəcəksiniz. İki ətri də nəzərinizə çatdırmaq istəyirəm. Bunlar daha lüks markanın ətirləridir və daha bahalıdır. Birinci Amouage markasınındır. Bu Reflection. Mən Amouage markasının fanatı deyiləm. İki Amouage-dan ətrim var. Biri daha çox qış payız ətirlərdir. Hər ikisini mənə hədiyyə ediblər. Bunu da mənə rəfiqəm hədiyyə etmişdi. Reflection daha yüngüldür. Daha freshdir, daha gözəldir. Deyərdim, bəlkə də çiçək ətirlidir. Çox sevirəm bu ətri. Yayda sizin əhvalınızı çox təzələyə biləcək bir ətirdir. Əgər siz bahalı, lüks və niş parfümeri sevirsinizsə və bu məhsullar içərisində yay ətri axtarırsınızsa, sizə Amouage sevə-sevə məsləhət görə bilərəm. Mən Reflection seriyasını. Digər sevdiyim ətirlərdən biri Armani Pride seriyasından Babylon ətridir. Port Bakuda təqdim olunubdur Armani Pride. Bu ətri də mənə hədiyyə etmişdilər və hədiyyə edən şəxs doğrudan da heç yanılmamışdı. Çox gözəl bir ətirdir. Ədviyyatlar var. Ədviyyatlardan başqa da bu ətirdə hansısa turşuluq var. Mən bilmirəm, ətirləri sizə fikrimi çatdıra bilirəm ya yox. Bəzi ətirlər olur ki, onların tərkibində biraz turşuluq, freshlik, meyvə də deməzdim buna, çiçək ətri də deməzdim. Bəlkə də mandarin. Dəqiq deyə bilməyəcəm, amma çox gözəl yaz ətridir. Məncə sınaqdan keçirir, çox bəyənəcəksiniz. Qalıcılığı da məni çox qane edir. Turşuluq, sitrus varmış. Məmət də sağ olsun, qızlar, alqışlayırıq onu. Yayda istifadə etdiyim ətirlər bu qədər. Yeniliklər olduqca sizə Instagram səhifəsində məlumatlandıracağam. Sizin də sevdiyiniz yay ətirləri varsa, yazın kommentlər bölümündə. Mən burada yay ətirləri içində Hermesin bir neçə ətrini təqdim edirəm, çünki artıq bitib və qablarını atmışam. Hermesin də çox gözəl yay ətirləri var. Əgər yenilərini almaq fikrinə düşsəm, yeniləyəcəm videonu. Bundan başqa gecə ətirlərim haqqında yeni bir video edəcəm. Və bir şey də əlavə edim ki sizə, mən bəzi markaların body mistlərindən də istifadə edirəm. Bədənə tətbiq olunan ətirlərdir bunlar məhz. Onlar haqqında isə bədən klubunda söz açacağam. Çox sağ olun, məni izlədiyinizə görə. Gələn videolarda görüşərik.